Azərbaycanda 2026-cı ilin istehsalat təqviminə əsasən mayda 2 tarixi gün və bir bayrama görə qeyri-iş günləri olacaq. Bölgə TV xəbər verir ki, 9 may faşizm üzərində qələbə günü, 28 may müstəqillik günüdür. Həmçinin Azərbaycanda rəsmi olaraq Qurban Bayramı 27-28 may tarixlərində olacaq. Belə ki, 9 may faşizm üzərində qələbə günü həftənin şənbə gününə təsadüf etdiyindən 11 may tarixi də qeyri-iş günü olacaq. 28-29 may tarixləri isə həm Qurban Bayramına, həm də müstəqillik gününə təsadüf edir. Bu tarixlər isə müvafiq olaraq çərşənbə və çərşənbə axşamına təsadüf edir. Bayramlar üst-üstə düşdüyündən 29 may tarixində də qeyri-iş günü gözlənilir. Ümumilikdə bayramlara görə mayda 9, 11, 27, 28, 29 qeyri-iş günləridir. Şənbə və bazar daxil olmaqla 14 gün iş olmayacaq. Rəna Rövşənqızı, Bölgə TV.